Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən çox ləzzətli, yumuşaq quş südü tortunun hazırlanmasını bölüşürəm. Video başlamadan öncə kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Keçək hazırlanma qaydasına. Öncə mən kremdən başlayıram. Bişmiş krem hazırlayıram. Bunun üçün qazana 300 qram şəkər tozu əlavə edirəm. 3 yemək qaşığı un əlavə edirəm və 2 ədəd yumurta sarısı. Bunları birlikdə biraz qarışdırdıqdan sonra 600 ml südü hissə əlavə edərək yaxşıca qarışdırıb həll edirəm. Sonra isə qazanı ocağa yerləşdirib orta ateşdə qatlaşana qədər qarışdıra-qarışdıra əlimi çəkmədən qaynadıram. Krem artıq qaynamağa başlayanda qazın vam ateşində 1-2 dəqiqə qaynadıb ocaqdan götürürəm. Kremin üzərinə isti-isti bir bağlama vanilin əlavə edib qarışdırıram və ilk istisi çıxdıqdan sonra üzərini pinqvin kloku ilə üzərini örtürəm ki, soyuyana qədər üzəri qaysaq tutmasın. Və indi isə keçirəm xəmiri hazırlamağa. Xəmir üçün qazana 5 ədəd yumurta əlavə edirəm. Üzərinə 2 stəkan şəkər tozu əlavə edirəm. Qeyd edim ki, stəkan ölçüsü 200 ml-dir və bir bağlama vanilin əlavə edirəm. Ardından 250 qram kərə yağı əlavə etdim və əgər bal bu cür qatıdırsa 4 yemək qaşığı bal əlavə edirəm. Yox, əgər bal durudursa sizdə, o zaman 8 yemək qaşığı bal əlavə olunur və 2 çay qaşığı sodanın üzərinə 2 yemək qaşığı limon suyu və ya sirkə əlavə edib öncə çay sodasının acılığını çıxardırıq, sonra əlavə edirik. Bunları birlikdə qarışdırıb ocağın vam ateşində gördüyünüz kimi karamel rəngi alana qədər ocaqda əlimizi çəkmədən qarışdırırıq. Gördüyünüz kimi artıq hazırdır. İndi isə ocaqdan götürürəm və isti-isti üzərinə 700 qram un əlavə edirəm. Qeyd edim ki, unu da hissə əlavə edirəm. Unu da əlavə edib qarışdırdıqdan sonra xəmirin də üzərini pinqvin kloku ilə bu cür örtürük, soyuyana qədər mətbəxdə gözlədirik. Xəmir soyuduqdan sonra artıq kündələrə ayırıb yaymağa başlayırıq. Onu da deyim ki, xəmir soyuduqdan sonra yaymaq çox asan olur. Masanın üzərinə biraz un əlavə edirəm və xəmiri kündələyirəm. Mən xəmiri 6 hissəyə böldüm. Çalışın kündələri eyni ölçüdə tutun. Əgər istəsəniz, tərəzidən də istifadə edə bilərsiniz. Kündələri hazırladıqdan sonra başlayıram yuxaları yaymağa. Gördüyünüz kimi biraz un əlavə edib oxlovla yayıram. Bu tortu istəsəniz yumru formada da hazırlaya bilərsiniz. Mən bu dəfə istədim ki, 4 bucaqlı hazırlayım. Bunun üçün dördkünc formada yayıram. Onu da deyim ki, bu tortun qıraqlarından çıxan hissələr bizə lazım olmayacaq. Çünki bu tortun qıraqları kremlənir. Daha doğrusu ovuntu ilə bağlanmır. Kremlənir, elə o cürdə qalır.
Ona görə də çalışmaq lazımdır ki, xəmirdən artıq qalmasın. Əgər dördkünc forma olsa, ona uyğun yaymaq olar. Yaydıqdan sonra yuxaları sobada bişirirəm. Gördüyünüz kimi yuxalar artıq hazırdır. İndi isə keçirəm kremi hazırlamağa. Krem üçün otaq temperaturunda tam yumuşalmış 400 qram kərə yağını ağarana qədər mikserlə qarışdırıram. Sonra isə bişirdiyim kremlə az-az əlavə edərək mikserlə yaxşıca qarışdırıram. Çox gözəl krem alınır. Kremimiz artıq hazırdır. İndi isə keçirəm yuxaları kremləməyə. Çalışmaq lazımdır ki, kremi də düzgün şəkildə bölmək lazımdır ki, yuxaların hamısına eyni qaydada krem əlavə olunsun. Yuxaları kremlədikdən sonra bu cür üzərindən biraz tortumu basıram ki, tortun üzəri düz olsun. Tortu kremlədim, üst qatı artıq kremləmirəm, üstü üçün glazur hazırlayıram. Glazuru hazırlamaq üçün qaba 6 yemək qaşığı şəkər tozu əlavə edirəm, 3 yemək qaşığı kakao və 6 yemək qaşığı süd əlavə edib qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra qazın üzərinə yerləşdirib, orta ateşdə qaynayana qədər qarışdırıram. Artıq qaynadıqdan sonra qazı söndürürəm, üzərinə 30 qram kərə yağı əlavə edib və ocaqda ikən qarışdırıram. Sonra isə ilk istisi çıxdıqdan sonra tortun üzərinə əlavə edirəm. Qeyd edim ki, glazur çox gözəl glazur alınır. Tortun üzəri güzgü kimi parıldayır. Gördüyünüz kimi artıq tortumuz hazırdır. 4-5 saat gözlətdikdən sonra artıq nuş etmək olar. Qeyd edim ki, tort böyük ölçülü tort alınır. Mən tortu 30-un 30-a formada hazırladım. Bu tortun çəkisi də 3 kiloqram olur. Çox ləzzətli, dadlı, yumuşaq, ağızda əriyən bir tort alınır. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə deyilsinizsə abunə olmağınızı, bildirişləri aktiv etməyinizi və yaxınlarınızla paylaşmağı unutmayın. Video ilə bağlı nə sualınız olarsa, rəylərdə yazıb bildirə bilərsiniz. Həmişə olduğu kimi cavablandırmağa çalışacağım. Yenə bir videonun sonuna gəlib çatdıq. Sağ olun, salamat qalın.